Salam dostlar, YouTube kanalıma hoş geldiniz. Neçə belə aradan sonra, neçə belə şeylərdən sonra belə videolar çəkməliyim. Videolarımızı bəyənib kanalımıza da abunə olub like eləməyi unutmayın ki, daha çox belə qorxulu videolar gəlsin. Bu səfər qorxulu video çəkdim. Çünki qorxulu videolar qabağıma çıxırdı. Əla bir video sizlər üçün çəkəcəm. Siz də girib videolarımızı bəyənib kanalımıza da abunə olub like eləməyi unutmayın ki, daha çox belə videolar sizin qarşınıza çıxsın. İndi isə keçək videomuza. Başlayaq videomuza. Dünyanın gözəl, görməli, səfalı və heyrətamiz yerləri ilə yanaşı qorxulu məkanlar da var. Mövcuddur. Bu qəribə məkanların bəzilərinə giriş sərbəst olsa da, bəzilərinə isə orada baş verən qəribə hadisələrə görə giriş qadağan edilmişdir. Bugünkü videomuzda dünyamızda mövcud olan bəzi qəribə yerlər haqqında bugünkü videomuzda görüntülərin olduğu yerlərdə nə olur, baş verir. Bu işıqlar ilk dəfə Göydə işığa baxın bir dənə. Norveçin Hestalen vadisində müşahidə olunmuşdur. O nə ola bilər ki? 1981-1984-cü illərdə onun görünməsi bir qədər intensivləşmişdir. Yəni həftədə 15-20 dəfə çox. Hal-hazırda zaman-zaman izlənilə bilən bu hadisə Hestalen çox qəribədir ha. Ancaq bu hadisənin nə səbəbdən baş verdiyi hələ də məlum deyil. İşıqların elmi bir izahı yoxdur. Bu işıqlar görsənmişdi rayonlarda da. Mən görmüşdüm. Çox kəs, 4-5 dəfə görmüşəm. Qazaxıstanda. Kalaçi kəndində illərdir ki, sirli yuxu xəstəliyi baş alıb gedir. Qazaxıstanın və dünyanın bir çox ölkələrindən dəvət olunan alimlər bu qəribə xəstəliyə xəstəliyində yuxunun nə şeyi var ki? İlk dəfə 2013-cü ildə qeydə alınan xəstəliyə yoluxan insanlar iş yerlərində yıxılırlar, yuxuya gedirlər və onları bir neçə sutka ərzində oyatmaq olmur. İndiyədək təqribən 260 nəfər İndi o xəstəlik olmaz, o vaxt olub yağın. Alimlər fəal vaxtın araşdırmalar aparsalar da, xəstəliyin səbəbini hələ də müəyyən etmək olmuyor. Bununla belə, tibbi tədqiqatlar həmin insanların sağlam olduğunu göstərir. Bəzi versiyalara görə xəstəliyə səbəb uran zəhərlənmə videosu. Belə ki, Kalaçi kəndi SSR dövründə uran filizinin çıxarıldığı Krasnoyarsk qəsəbəsinin yaxınlığında yerləşir. Nədəndir o videoda? Nə boydan deyə görün. Digər versiyalar arasında zəhərlənmə, həşərat sancması, hətta yad planetlilərin planetlərin təsiri də var. Bütün bu araşdırmalara baxmayaraq kənddə baş verən bu sirli hadisənin səbəbi hələ də bilinmir. Sirri açıqlanmır hələ ki. Pensilvaniyanın Clinton yolu gündüz vaxtı bir çox insanlar gündüz normal yol kimidir baxın. Bir yerdir. Axşamlar isə burada sükutluk çökür. Çünki bu yolun meri nöqtəsində gecələr bir çox qəzalar baş verir. Maşın aşıb. Burada bir çox insanlar avtoqəzalar nəticəsində həlak olublar. Qəzadan sağ çıxan insanlar isə iddia edirlər ki, maşınlarının idarə etmələrini itirməklərində səbəbi yoldan keçən ağ paltarlı bir qız gördükləri, ona çarpmamaq üçün isə indi bildim. Bu qızın isə toy günlərində həmin yolda bir meşə yollarından qorxuram demə. Mən indi belə. Planetimizdə yerləşən bir digər Meksikadadır. Meksikadakı sükut zonası kimi tanınan ərazidir. Həmin ərazi çöldür, baxın, sahillikdir. Səhralardan biri. olduğu güman edilə bilər. Lakin ərazidə radio rabitəsi olmaması, elektromaqnet dalğaları buraxan cihazların sıradan çıxması, setdən ola bilər ya. Məmalı xarabalığın və səmavi qonaqlarının aşkar olunması oranı başqa səhralardan kəskin surətdə fərqləndirir. Bir çoxları inanmaq istəməsə də, ancaq həqiqətən belədir. Bu ərazinin bəzi yerlərində isə zəif radio dalğalarını qəbul etmək mümkündür. Qəribə olan odur ki, qəbul edilən radio dalğaları qoşulur. Japonya radio kanallarına məxsusdur. Yəni ki, sükut zonasının bəzi yerlərində radio kanallarında.
Planetimizin diğer müəmmalı nöqtələrinin Bermud uçbucağı, Bermud uçqazaları. Himalaydakı Budda monastırları, həmçinin nə vaxtsa əfsanəvi Ölçü oxşayır. mövcud olduğu yerin məhz bu coğrafi koordinatlarda yerləşməsi elm adamları tərəfindən maraqla qarşılanır və bunun bir təsadüf Tuzaq kimi şey. çox çətindir. Sükut zonası insanda dərhal həzinlik, qəmginlik, məyusluq doğurur. 51-ci bölgə kimi. Buraya düşən istənilən cəsarətli insan dərhal bir müəmmalı qorxu, 51-ci bölgəyə oxşayır. izah edilməz dəhşət keçirir. Ərazini seyr edən insan özündən asılı olmayaraq qəribə qorxu hissi yaşayır, yalnız kədərlilik duyur, çox qısa zaman ərzində ruhdan düşür, ümidsizliyə qapılır. Alimlər iddia edirlər ki, Meksikadakı sükut zonası Bermud uçbucağının sanki quruda olan bir variantı. Onun kimi bir şey olub, ördək kimi. Çinin Huyongjing vadisində Bambuk meşəsi. Bambuk meşəsi də dünyanın ən əsrarəngiz yerlərindən biridir. Bu əsrarəngizliyinə görə də Çin hökuməti tərəfindən qadağan edilmişdir. Çünki meşəyə girən insan heç bir iz qoymadan yoxa çıxır. Bugünə kimi 170 insan yoxa çıxıb meşədə. Bambuk meşəsində. Xalqda buranı azmış ruhlar meşəsi adlandırırlar. 2003-cü il 25 nəfərdən ibarət geoloq qrupu meşədəki sirli hadisələri araşdırmaq. Niyə gedibsiz ki? Nə əliniz? Meşənin dərinliklərinə gedən qrupdan sadəcə bir nəfər həyatda qalır. Çünki o qrupdan bir qədər geri qalmışdı. Araşdırmacılar deyir ki, meşədə bir an Duman bürüyüb. və bundan sonra da insanlar yoxa çıxırlar. Nətər şeydir ya görün. Bəzi insanlar buranın başqa dünya ilə qapı olduğunu. Что, если бы ваши дети могли поговорить с Адамом и Евой в Эдемском саду или оказаться в Вифлееме в ту ночь, когда родился Иисус? Представляем приложение «Библия для детей». Регулярные выпуски анимационных историй, удивительные открытия, интересные задания. Başqa dünya ilə qapı olduğunu. Qapı. Bəziləri də burada Yaxınlıqların olduğu var, düzdür. Ancaq tam dəqiq burada nə baş verdiyi bugünə Amma ki, nətər olub bilinmir, nətər çəkə bilər. Ölüm vadisində baş verən Möcüzəli hadisə. ilə çox məşhurdur. Sirrinin açılması mümkünsüz olan bu anormal hadisələr suyu qurumuş Reistek Planet gölündə baş verir. UFO 51-ci bölgəyə oxşamır. Yerləşir. Suyu qurumuş gölün dibində qalın gil qatı vardır. Gilin üzərindəki iri daşlar öz-özünə Nətər ola bilər ki, iri daşlar? Bu yer dəyişmə zamanı daşlar arxalarınca Yer dəyişmə. buraxırlar. Təəccüblü olan digər bir məsələ də odur ki, bu daşların ən kiçiyinin çəkisi 30-40 kiloqram, ən irisinin isə çəkisi 700-800 kiloqram. Nə ağırdır. Həmin bu daşlar hərəkət edərək hər dəfə arxasınca 100-120 metr iz buraxaraq yerlərini dəyişirlər. Çəkisi 700 kiloqramdan artıq olan daşların biri isə arxasınca 250 metrlik dərin bir iz qoyaraq dəyişmişdir. Geoloqlar uzun illərdir ki, bu möcüzənin üzərində araşdırmalar aparırlar. Tədqiqatçılar daşların hərəkət etməsini müxtəlif cür izah edirlər. Bəzilərinin fikrincə daşlar Nə qədər daş var? 1, 2, 3, 4, 5 dənə. Amma sonralar bu versiyanın Sonra hamısı gedir arxasıca. ABŞ-da. Buraya ABŞ-da nə olur? Şəhərini ziyarət edən bəzi turistlər və vətəndaşlar illərdir çöl sahələrdə Gücsüz. sakit bir səsə sahib olan Səsi eşidəqələ görək nədir? eşitdiklərini deyirlər. Bu sözlər kaosda yaşayan insanların əksəriyyəti söyləyir. Bəzi insanlar bu səsin Havanın yaradacağı səs olar, değil mi? Bəziləri isə bunun uğursuz bir sir olduğuna inanırlar. Səsə baxın. Küləcin olmaz. Haqqına dəqiq olan bir gerçək Küləkdə o da indi o küləyin səsi olanmaz o. bilməməsidir. Porsche. Yerləşən və 400-ə yaxın şam ağaclarından ibarət bu meşə bükülü meşə olaraq da tanınır. Bura haqqında Avropadakı Qəribə yerlərdən biri. deyə bilərik. Çünki meşədəki ağaclar torpağın üstündə bir S şəkli çəkərək yüksəlir. Maraqlı. Daha da maraqlısı odur ki, bütün ağacların bükülmə istiqaməti şimaldır. Bu ağacların bu şəkildə olmağının səbəbi bilinmir. Kimisi cadudan, kimisi enerji sahələrindən bəhs edir. Təbiət hadisəsi də ola bilər, değil mi? İnsan isə düşünür ki, bu ağacları keçmiş zamanlarda insanlar fidankən üzərində gəmi, şəllək və s. etmək üçün işləmişlər. Qeyri-adi mühit müşahidə olunduğu əyri meşədə nəzərə çarpan digər qeyri-adi hadisə isə burada Meşədə quş olar.
Hal-hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət Qorunur. tərəfindən qorunur. Əziz dostlar, videomuzda bura qədər idi. Videolarımızı bəyənib kanalımıza da abunə olun, like eləyin. Daha çox mən də belə qorxulu videolar çəkim sizlər üçün. Sağ olun. TikTok hesabında bura qoyuram. Sağ olun. Digər videolarda görüşmək üzere.